Yəni, iki şey var, hansı ki, yaradandan çıxır bizə münasibətdə. Biri nurdur, hansı ki, dolumdur. İkinci isə almaq istəyidir, hansı ki, yeni bir şey kimi yarandı və bizə nisbətdə yaradandan çıxdı. Çünki yaradanda belə bir istək yoxdur, lakin bizdə o fəaliyyət göstərir və bu almaq istəyi kökdür, yenilikdir. Bu, haradan yaradılıb? Bu, yaradanda varlıqlara həzz vermək istəyi yarandı və o varlıqlara həzz vermək yolu ilə indi biz nə dərəcədə bunu təsəvvür eləyə bilirik? Məsələn, deyək ki, bir insan necə ki, ev tikmək istəyəndə əvvəlcə onun planını qurur. Yəni, bu nə vaxt yaradana bu belə bu formada aid deyil. Yaradana hər şey o anda məqamda baş verir.